Hamınıza salamlar dostlar. 2025 ilinin son günü ilə qarşınızdayım uşaqlar. Uşaqlar, bu günləri 2025-in son gününə özəl bir video ilə qarşınızdayım. 2025 ili haqqında bu gün müzakirə edəcəyik, danışacağıq. 2025-də baş verən oyunlar haqqında danışacağıq. İnşallah ki, sizə əyləndirməyə bacararam. Uşaqlar, zəhmət olmasa, daha doğrusu zəhmət olmasın, yəni əgər mənim qalxmağımı istəyirsinizsə, like butonlarını dağıdın uşaqlar ki, mən də öz məqsədimə çatım. 2026 ilində hədəfləyirəm ki, artıq 1000 abunəçi olum 2026 ilində. Bunu hədəfləyirəm. İnşallah ki, sizin də dəstəkləyinizə 1000 abunəçi olaram. Uşaqlar, gəlin o zaman bu videonun əsas məqsədini sizə deyim. Bu günləri sizlərlə birlikdə 2025'də nələr baş verdi, kanalımı necə açdım, kanalımda ortalama reyting necə oldu haqqında danışacağım. Uşaqlar, mən kanalımı açma məqsədim oydu ki, 21 Muhammed 09'un bir oyunu var idi, FC 25. Mən bu oyunu uzun müddət idi ki, oynayırdım. İndi gördüyünüz oyunun FC 25 versiyasını uzun müddət idi ki, oynayırdım. Zaten mən də bir artısa 3 il idi ki, Arden Papazyan və Yusuf Küçük səhifələrini, yəni qardaş ölkənin FC oyuncularının səhifələrini izləyirdim. Və mən də ağlıma bir fikir gəldi ki, mən də FC 21 Muhammedin hazırladığı PSP FC 25'i YouTube'da paylaşa bilərəm. Buna görə də başladım, kayıt açdım və başladım videoları çəkməyə. Sonra izlənmələr gəldi və mən də shorts videoları çəkməyə başladım, editlədim, falan elədim, paylaşdım və like'lar çox gəldi. Hardasa 28 gün ərzində 1004 baxış əldə elədim. Hal-hazırda, yəni indi baxdığım nəticədə 1004 baxışdır. Kanalımda 23 video var və 23 videoya 10.000 baxış məncə möhtəşəmdir. Çox sağ olun, sizin dəstəyinizlə buralara qədər çatmışam. 2025 ili mənə görə uğurlu oldu mu, yoxsa yox? Mənə görə uğurlu olmadı əslində. Lakin bir digərlərinə görə uğurlu ola bilər. Niyə? Çünki mənə niyə uğurlu olmadı? Çünki vaxt çox gəldi, tez keçdi. Yəni mənə dünənki kimi yadımdadır 2024. Lakin 2025 çox tez gəldi, keçdi. Futbol haqqında gəlib danışaq. Futbol haqqında gəlib danışsaq, 2025 ən yaxşı komandası təbii ki də PSG idi. Yəni La Liga neydi? La Liga 1, Fransa Kuboku, Çempionlar Liqası, Super Kub 4'də 4 elədilər. Hətta şey də aldılar. Neydi bunun adı? Yaxınlıqda aldılar Safanovun penalti qurtarmağıyla. FIFA klublar arası, yox, Dünya Kubokun. Nəysə də o yaxınlıqda aldılar. Bu bir həftə, 2 həftə ərzində aldılar kubok. Yəni 5'də 5 elədilər. Lakin bircə dənə Chelsea uduzdular finalda, FIFA klublar arası Dünya Kubokunda. Yəni ondan başqa PSG hamını sürüdü bu il. Lakin amma ki mənim fikrimcə 2026 ilində ən yaxşı olacaq komanda mənim fikrimcə PSG olmayacaq. Məncə ya Arsenal Çempionlar Liqasını qalib olacaq, ya da ki Bavariya. Əgər bu ikisi olmasa isə, təbii ki də ya Real Madrid olacaq, ya da ki PSG. Barcelona alma ehtimalı bu il çox azdır. Niyə? Çünki forvardları yoxdur. Əslində var, Lewandowski var. Lakin Lewandowski'yə şans görmürlər. Komanda yoldaşları da Lewandowski'ni istəmir. Yəni əslində Lewandowski top klass bir səviyyədə forvarddır. Qoca olsa belə çox möhtəşəm bir forvarddır. Yəni gətirib onu hansısa bir başqa liqaya qoysan, hətta La Ligada belə yəni vurur da adam. Ən azı bir 15-20 top vurur. O yaşa görə əslində yaxşıdır. Yaxşı göstəricidir. Lakin bəyənmirlər. Yəni Julian Alvarez gətirməyə də ki pulları yoxdur. Pulları olsa da Julian Alvarez gəlməyə çox da isti baxmır. Çünki Atletico'da oynayır. Bu illər sizlərlə birlikdə bunlar hamısı dəyərləndirilir uşaqlar. Sonra da ilin mənə görə, daha doğrusu yəni 2025 ilinin, yəni 2025-26 mövsümü son El Clasico'su deyil bu. Sadəcə 2025'in videolar üzrə son El Clasico'su olacaq. Real Madrid Barcelona oynayacaq. Təbii ki də mən Madrid tərəfində olacağam və Madrid seçəcəm. Lakin ən iyi oyuncu modunda seçəcəm. Hətta gəlin göstərim. Yəni bir dəqiqə qoşum Madridi ki görəsiniz. Ən iyi modda oynayacaq. Yəni bildiniz, ən iyi modda oynayacağam. İndi hələlik qaydımda ola.
Amma gəl hələ dəyərləndirməni eləyək. Ən iyi modda oynayacağam. 2025-də başıma bunlar gəldi uşaqlar mənim. Yəni başqa da çox da böyük bir şey olmadı. Yəni həmişə kimi şeylər. Məktəbə get, dərs oxu, dərs 5 al, gəl. Yay tətili çox Allaha ağır getməsə çox pis keçdi. Niyə çox pis keçdi? Mənim həm telefonum xarab oldu o bir qırağa. Yəni cihazım biraz bu əlimdə olan cihazdan biraz olsa da yaxşı idi. Yəni ondan daha yaxşı işlər eləmək olardı. Amma ki cihazım xarab oldu, suya düşdü daha doğrusu. Sonra yəni yay tətili çox sıxıcı və çox boş keçdi. Yəni günlər çox tez keçir. Yəni bir də ayılırsan ki, həftənin sonudur. Yəni bir də ayılırsan ki, dekabrın son günüdür. Mən hələ də elə gəlir ki, dekabrın 1-idir. Hələ heç dekabr olmayıb. Lakin baxırsan ki, sabahları yeni idi. Nəysə dostlar, çox da sözü uzatmağa lazım deyil. Siz like'ları atarkən, kanalıma da abunə olarkən, mən də masa doğru keçirəm. Uşaqlar, həqiqətən yəni sizin bir nəfərin belə olsun like atmağı və kanala abunə olmağı mənim üçün çox böyük bir şeydir. Yəni hal-hazırda mənə bu qədər like atmağınız belə çox yaxşıdır uşaqlar. Sizin dəstəyinizlə buralara gəlmişik. Çox sağ olun. O zaman yəni like atan və kanalıma abunə olan hər kəsdən zaten minnətdaram. Bunu deyim, biləsiniz. Zaten məni izləyənlər like atır o bir qırağa. Lakin mənə doğru cəlb olunanlar da mənə like atsa, videonu yəni izləyənlərin çoxusu abunə deyil. Bunu yəni %60 abunə deyil. Yəni bir sözlə onu deyim ki, yəni cihazım yaxşı olmadığım üçün, yəni deyə bilərsən mənə ki, biraz montaj elə, yəni biraz editsiz falan elə, irəli gedəsən ki, vallahi mən edit də eləyə bilirəm, möhtəşəm montaj da eləyə bilirəm, hər şey eləyə bilirəm, lakin cihazım pis olduğu üçün, yəni yaddaşı da az olduğu üçün editi elədim, montajı elədim, lakin məndən yer istəyir, hansısa proqramca məsəl üçün yer istəyir, lakin 10 GB, 20 GB yer istədiyi üçün mən bunu edə bilmirəm, yəni telefonumda yer yoxdur, 32 GB-lıq telefondur, yəni mən bundan yəni bir dəfə elədim, 2 dəfə elədim, 3 dəfə elədim, dördüncüdə çökür telefon, yer çatmır, tam çatmır yer, ona görə də ki, mən montaj eləmirəm, birbaşa video çəkirəm, atıram kanala, o video çəkdiyimdən də shorts düzəldə bilirəmsə düzəldirəm, düzəldəmirəmsə başqa shortsluq bir video çəkirəm. Yəni belə də bununla məşğulam. Bir tərəfdən dərs oxuram, bir tərəfdən bunu edirəm. Yəni həqiqətən çətin gəlir. Lakin siz like atsanız, kanalıma da abunə olsanız, mən motivasiyam yerinə gələr və bunlar mənim üçün asanlıq olar uşaqlar. Ona görə də like atıb kanalıma da abunə olmağı unutmayın. O zaman keçək ilin son El Clasico-suna. Daha doğrusu yəni bizim videodakı El Clasico-ya, yəni səhv başa düşməyin. Təbii ki də mən Madriddəyəm. Yəni nə olur olsun burası Madriddəyəm. Mən Madridistanı heç vaxt unutmam. Aşırı zor yox. Təbii ki də ən iyi, baxın aşırı zor. Bax ən çətində oynayıram. Ki burada çox adam belə uda bilməz. Ki rəqib Barsadır. Yəni sən Real olsan belə rəqib də Barsadır. Bunu da unutmayaq. Estadio Metropolitano'da yox. Burada Santiago Bernabéu'da yox. Santiago Bernabéu ehtiyat stadyumunda oynayaq. Manchester City stadyumu olsun. Nə Barcelona'ya üstünlüyü olsun, nə də Real Madrid'ə. Düzdür, Madrid'ə üstünlüyü olacaq. Çünki son illər, əsasında bu illər Real oynadı Manchester City ilə. Yəni, ümumiyyətlə, son illər Manchester City və Real bir-biri ilə çox qarşılaşır. Bir-birlərinin stadyumlarına tez-tez gəlirlər. Buna görə, əgər məsəl üçün gələcəkdə Haaland Real'a gəlsə, Santiago Bernabéu'da oynamağı onun üçün çox asan olacaq. Çox tez öyrəşəcək. Çünki neçə ildir ki, artıq, yəni 2 ildə bir 6 oyuna çıxıblar da. Məncə 2 ilə 6 oyun olub. Yəni, bəlkə də 6 oyundan da çoxdur. Yəni, məsəl üçün, bu ildə oynadılar. Sonra 2025-in əvvəlində oynamışdılar. 2025-in əvvəlikdə, yoxsa 2024 idi. Nəysə, 2024-25-də oynadılar. 25-26-da oynadılar. 25-26-da 2 dəfə oynadılar özə. Birinci maç, bir də ki, ikinci maç. Yəni, buna görə də çox oynayıblar. 2 il ərzində ən azı bir 6 maç oynamış olarlar. Buna görə hansısa oyuncu digər komandaya, rəqib komandaya keçərsə, onu stadyumda öyrəşməyə asan olacaq.
Nəysə, sözü çox uzatmayaq. Maçımıza keçək. Təbii ki də tez bir dənə kanalya əl ataq. Qapıda Lunin yox, Thibaut Courtois, David Alaba, bir dəqiqə, David Alaba stoperdə oynasın, yoxsa sol bəkə seçək onu. Qoy David Alabanı sol bəkə seçək. Endrick Philippe nədir? Endrick Philippe getmədi şeyə, Lyona. Mən bilən Lyona getdi. Rudiger, Eder Militao, bir dəqiqə. Şeylə tərəf aparım. Gözləyin. Bir dəqiqə. Səbləşin ama. Bunu belə, düzəltdim. İndi Mastantuono defansif orta sahada yox. Bura Tchouaméni'ni qoyaq. Yox, bir dəqiqə. Mən 4-4 bu dizilişdə oynamıram mən. Təbii ki də dizilişimiz dəyişəcək. Burada Mastantuono niyə defansif orta sahada? O ofansif orta saha olmalıdır. Rudiger, Mbappe bir dəqiqə keç sağ kanada məsəl üçün. Yəni Arnold sağ bek, sol bek David Alaba oynasın qoy. Mastantuono yerinə Jude Bellingham keçsin bura. Camavinga yerinə Arda, Carreras yerinə də Fede Valverde, Dean Huijsen oynasın yoxsa oynamasın? Oynamasın. Ora Vinicius girsin, Brahim Diaz çıxsın. Mbappe keç bura. Belə oynayaq yoxsa? Məncə belə oynayaq. Rudiger nədir bura? Rodrigo. Məncə ən yaxşı Madrid komandamız budur. Kapital Thibaut Courtois, qoy olsun Courtois. Bəli. Qapıda Thibaut Courtois, stoperlər Eder Militao, Rudiger, sağ bek Trent Arnold, sol bek David Alaba, ofansif orta saha Arda Güler, yanında mərkəz orta sahalarda Jude Bellingham və Fede Valverde. Sağ kanatda Rodrigo, sol kanatda Vinicius, santriforda da Kylian Mbappe olaraq komandası olaraq masa çıxır. Bir dəqiqə, bax. Burada aşırı zor falan qoşanda rəqibin komandası düzgün olmur. Gördünüz, yəqin ki gördünüz, sağ kanatda Şezin oynayırdı. Biz ona görə tez bir şəkildə onu mən düzəldəcəm. Oyuncu ayarları keçək Barça tərəfinə. Barça tərəfinə keçək, diziliş ayarları bura. İnyaki Peña yerinə Şezini məcbur dəyişiklik edəcəm. Christiansen burada, Konde, Barjdi harada oynayırdı o, kanat bekdə. Pauk Barsi kes bura, en azından sol bekdə oynaya bilər bu. Bura biraz düzgündür, Bir dənə İnyaki Peña yerinə şeyə salacam oyunu. Lamine Yamal sala oyna. Və bu Barjdi əslində oynaya bilər orada, oynaya bilərsən bura. Qoy yenə də dəyişdim Barjdi'ni, sonra linçlənərəm. Barjdi'yə də Alejandro Balde'ni oyuna saldıq. Və beləliklə rəqib komandanda tam olaraq stadionu sürdük. Bir dəqiqə, təzən keçək şey tərəfə. Real tərəfinə. Bax belə. Bir dəqiqə gözlü uşaqlar, mən bir ayarı düzəldib gəlirəm. Bəli dostlar, ayarı düzəltdim və gəldim. İndi top Arda'daydı. Top itirdi Lewandowski'yə. Lewandowski gəlir. Lewandowski vurdu Thibaut Courtois. İndi Eder Militao. Militao uzaqlaşdırdı Trent Arnold'a doğru pas. Arnold top itirdi. Patrat girdi. Olmadı. Rafinha'dadır top. Rafinha uzaqlardan. Zərbə bayraq. Möhtəşəm zərbə fikri idəsində, amma bayra getdi top. Thibaut Courtois, uşaqlar biraz oyunda kasma varsa üzürlü sayın. Mənə nasıl deyil, oyun kasır. Thibaut Courtois, ötürmə David Alaba. Alaba artıq pası ver də brat. Alaba nə ağaysan? Pası vermədi. Alaba. Ötürmə Jude Bellingham. Aman sol tərəfə doğru ötürmə. Heç kim yoxdur orada. Daha doğrusu Bellingham səhv ötürmə verdi, amma nəysə. İndi Rodrigo.
Fede Valverde pressing elə. Fede Valverde pressing nəticəsi top rəqibdə qaldı. Alejandro Balde, Rodrigo sıx rəqibi. Yəni aşırı zor modunu oynayır. Yəni çətin olacaq bu oyun. İndi top Frenkie de Jong'dadır. De Jong'un ötürməsi Lamine Yamal'a doğru. Qarşısında Jude Bellingham var. Jude Bellingham. Jude Bellingham. Lamine Yamal mı Jude Bellingham mı? Lamine Yamal keçdi rəqibini. Yox, yox, yox. Keçməməlidir. Uzaqlarda zərbə edər Militao. Əhsən. Əhsən edər Militao dirək. Oy, 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 oy. Kim idi o zərbəni çəkən? Deyəsən Rafinha idi. Rafinha muazzam zərbə çəkdi. Trent Arnold, Lewandowski aldatdı onu. İndi Lamine Yamal'a doğru ötürmə olmadı. Topu uzaqlaşdırın, topu uzaqlaşdırın. Rudiger Əhsən. Ay, belə. Ay da zor gol vurdu. Yəni əsl zor gol vurmadılar. Zaten müdafiənin səhvi var idi, bravo. Kylian Mbappe, Arda, Turma, Vinicius, qaç Vinicius. Vinicius'dan depar var, qarşısında Alejandro Balde. Alejandro Balde sizə çabukluq elədi burada. Topa girmişdi. Aa, bir dəqiqə. Alejandro Balde'dən çıxdı top. Vinicius pres elə. Oy dala, kimin ədalətsizliyi. İndi ara pası düşüncəsi olmadı. Jude Bellingham topu götürməsi Kylian Mbappe. Mbappe keçənmədi rəqibini. Mbappe pressing elədi. Topu götürdü qarşısında Şezini. Mbappe son 2 El Clasico ikisində də gol vurmağı bacarıb. Bunu bildirim. İndi Trent Arnold. Nə qayırsan Arnold? Sıxın. Fede Valverde'də yatırtdılar. İndi Rafinha Pedri'yə doğru ötürməsi. Pedri ötürmə. Rafinha, Trent Arnold girənmədi oraya. Jude Bellingham uzaqlaşdır topu qəşəysən. David Alaba. İndi kontrataka çıxma ehtimalımız var. David Alaba nə qayırsan? Ayda. 33 yaşlı adamın elədiyi səhvə baxır. Təcrübənin elədiyi səhvə baxırsan. Sən bunun elədiyi səhvə baxır. Frenkie de Jong'u sədələmək başını bıraxır. Topu nətər itirirsən sən? Cəmiyyət əsası doğru ötürmə. Zərbə Rafinha'dan gəldi. Lakin Thibaut Courtois uzaqlaşdır topu. Trent Arnold. Tək toxunuş Rodrigo. Ondan bir pas. Fede Valverde. O da toxundu. Nə qayırsan Valverde? O da ötürmədi. Valverde. Eder Militao olmadı. Rudiger sıx. Militao çıxardın. David Alaba. Qəşəng. İndi Jude Bellingham ötürməsi Vinicius keçənmədin. Nə qayırsan? Ay Vinicius, nə tər keçənmirsən? Arda sıx. Sıxın da topu sıxın, brat. Hücum eləyin rəqibə. Ay dala gəldi. Jules Koundé. Yaxşı ki bayra vurdu. Çox bərbad bir zərbə olmuş. Zarfatsız bərbad zərbə vurdu şimdi. Bir dəqiqə, niyə belə tez dəyişiklik? 29-cu zədələndi, De Jong zədələndi. Oy, o pas çox riskliydi axı. Çox riskliydi o pas. 3 Barsanın arasından keçdi, axırda Lamine Yamal götürdü topu. Bax burada cəriməli epizod var. Bura təmiz topa girib bax. Lamine Yamal özünü atırsa nə ancaq yerə. Allah gözünü atırancaq yerə Lamine Yamal. Pedri. Zərbəsi. Ay bravo. Zarafatsız bravo. Pedri möhtəşəm zərbə vurdu. Muazzam gol vurdu. Lakin biz pes etməyəcəyik. İndi Vinicius. Haydi Vinicius. Heç bir atakımız yoxdur. Vinicius çərlədi. Rodrigo çatdı ona. Rodrigo. Fede Valverde götür topu. Fede Valverde nə qayırsan? Ayda. Bunlar niyə kayıfda kimi oynayırlar? Arda. Fede nə qayırsan sən?
Arda qəşəng Arda. Apar top Arda. Elə bir hamısı patı vurublar. Pedri. Allah qələ bir hamısı itib gəliblər. Rudiger çıxdın qəşəngsən Rudiger. Ötürmə Vinicius qəşəngsən Vinicius Cristiano'ya keçdi. Vinicius dirək! Vinicius Junior! Oy! Vinicius! Gol epizodu ola bilərdi bu, İndi Mbappe indirdi Vinicius'a doğru oturma Vinicius. Kamanın tək oynayanı Vinicius'dur. Ötürməsi Jude Bellingham oynadı apar topu. Jude Bellingham içərilədi, olmadı. Bu nə içəriləməydi? Kunde dəydi top kornerdə. Topun başında Neş David Alaba'dı. Orada bayda Federico Valverde vardı. Neşin. Fede Valverde ötürməsi Vinicius. Arka pas düşüncəsi əslində yaxşı fikirləşdi Vinicius. Lakin olmadı. İndi Lamine Yamal gəlir. Qarşısına Eder Militao saf dışı qoydu. Lamine Yamal. Eder Militao dirəşdi rəqibi ilə topu götürdü amma cərmə eləyərək götürdü. Bir dəqiqə cərmə meydansasında deyildi ki bu episod. Yoxsa necə? Sarı vərəqə mi? Sarı vərəqə, bəli. Eder Militao sarı vərəqə verir. Dəstə sarı vərəqəlik deyildi. Lakin hakim yenə də Barça forması geyinir. Pedri qəşəng bayrağı. David Alaba nə qaçmırsınız? Topu gedin götürün də. Bir də Vinicius deyən ya. Ferran Torres. Qəsdən edir ki vaxt uzatsın. David Alaba ötürmə. Keçmir Vinicius'a. Keçsəydi qol olma ihtimalı var idi. Vinicius idi çünki o. İndi Arda sıx Haydi Arda sıxın. Arda qəşəngsə topu götürdü. Arda'nın ötürməsi. İlk sən bitirmə hakim. Vinicius keçdi rəqibini. Haydi Vinicius və gol! Vinicius Junior! Vurdu qolu Vinicius 45+2 dəqiqədə. Vinicius Junior! Bir nömrəni geyinib, bilmirəm niyə bir nömrəni geyinib, amma Vinicius! Mən buradayım deyil, hələ oyun bitməyib. Vinicius! Möhtəşəm bir gol. Vinicius Junior yapışdırdı qolu qapıya. Muazzam bir zərbə. Muazzam bir gol. Oy. Zarafatsız əla gol idi. Bu sağ ayaqla düz sağ küncə. Yəni qapıcı Şezli burada aciz vəziyyətdə qalır. 2-1 hələ ölməmişik, hələ buradayıq. İndi Qavi və ikisi bitdi. İkisi 2-1 Barcelona'nın üstünlüyündədir. Lakin biz geri dönəcəyik. İkinci hissəyə keçək, bravo. İndi ikinci hissə Lewandowski'nin vuruşu ilə başlayır. Ötürmə Fernando Torres, Pablo Gavi. Şuralar sıxın, haydi Vinicius. Kanada'da yeganə oynayan Vinicius deyə. Brates Mbappe'yi də görənməyik çox da. Çox da deyil, Mbappe'nin ayağına top gəlib. Rudiger, eşlə yox idi burada. Topa girdi Rudiger. Sən ola ki Barça'nın formasını geyinib. Abi ne oldu ya biraz? Bak burada bir yana bak. Xahiş edirəm editorlardan. Orada hakimin üstünə Barça forması geyindirin də. Bak xahiş edirəm. Bu təmiz. Burada heç bir faul yox idi. Jude Bellingham qəşəngsən. Çıx Kurtuğa. Yaxşı bayra getdi. Pedri. Bir dəqiqə uşaqlar, mən bir dənə oyunun səsini alayım.
Bəli, belə. İndi Pedri ötürmə, çıxardan Rudiger, qəşəng. Rafinha da qalmasın o top. Rafinha, qəşəngsən Kurtuva. Əslində toxunuş etməsəydi də olardı, amma nəysə. Toxunuş etdi, bəli edib. Pedri də topun başına möhtəşəm açır ortanı. Pedri ötürməsi, David Alaba uzaqlaşdırdı, qəşəngsən. Fede Valverde indi kontratak vaxtıdır. Ötürmə Kylian Mbappe, sən sürətlisən Mbappe. Mbappe keçdi rəqibini. Bir fənd daha Mbappe. Buyurun Mbappe. Diz çökdü oturdu Mbappe. Muazzam keçişdi zərbə. Qapı tilinin 1 santim yuxarısından qaçır top. Kylian Mbappe. Kontratakdan yenə nəticələnə bilərdik. Arda ötürmə Mbappe çəkdi topu. Bir daha çəkdi. Bir dəqiqə. Orada heç kim dəstəyə gəlmədi Mbappe'yə. Fede sıx Fede. Buna da faul deyən də hakim. Sən ona da hakim faul desəydin nəysə, amma indi Vinicius sözümü böldü Vinicius Junior 2-2 Vinicius mən buradayam deyir, mən buradayam Vinicius Junior. Oy, comeback. Hakim nə qədər də Barcelona təvi tutsa da Vinicius möhtəşəm oynayır və onu bildirir ki, mən buradayam. Baxın, Şezni aciz qalır, yenə aciz qalır Şezni. Robert Lewandowski indi Barcelona çox sıxacaq bizə, lakin bu pressingdən qurtula biləcəyik. İnşallah ki, indi Kunde, Jude Bellingham, qəşəngsən Bellingham. Hətta top bizdə qalır. İndi Kylian Mbappe, Vinicius ara ötürməsi Mbappe'yə doğru. Mbappe sürətlidir, çatdı o topa. Mbappe, lakin Christensen var idi qarşısında. Mbappe sıxacaq onu. Rodrigo da gəldi sıxmağa. Rodrigo, bax bu faul idi, bırak. Bax bu faul idi. Bu təmiz faul idi. Sarı verə bilərsən, bu təmiz faul idi. Amma bayaqkilər, yəni əsasən Rudiger'in o epizodu sarı vərəqəlik deyildi. O sarı vərəqəlik deyildi. Vinicius, Mbappe, Pedri'nin elədiysə və Mbappe götürdü topu. Mbappe çəkdi topu. Bir dəqiqə, Mbappe durxuldu. David Alaba olmadı. Birbaşa zərbə seçmişsən, amma sol ayaqla vurdu Alaba, yəni. Mən sol ayaqla vurmağı istəmirdim. İndi David Alaba götürdü. Sağ tərəfdə boş bir Rodrigo var deyəcəkdim, amma boş deyilmiş. İndi Fede Valverde ipə dizdi rəqiblərini. Durxuldu amma indi Fede içərlədi. Ardaya doğru, Arda tutmuşdular onu. Rudiger gəlmə Lamine Yamal'a doğru oturma. David Alaba kəs onun qarşısını. Haydi David Alaba, əlasan David Alaba, əlasan, əhsən sənə. Lamine Yamal. David Alaba qəşəng. Bir dəqiqə topu yenə də qaldı onlarda. Trent Arnold uzaqlaşdıran Arnold. Qəşəng ötürmə keçmir, Kunde oradaydı. Oy, boşluğu bırakmayın. Boşluq vermeyin. Fede Valverde qəşəngsən uzaqlaşdırdın. İndi Rodrigo. Getdin Rodrigo. Bir dəqiqə. Mbappe olmadı Şezni. İndi Arda götürdü topu, çəkdi sağına. Tək pas Mbappe'yə keçmədi. Pau Kubarsi oradaydı. Ay. Mbappe 2 zərbə vurdu, ikisi də olmadı. Şezni tutdu ikisini də. David Alaba, Arda olmadı. Bir dəqiqə dəyişiklik eləyək. Məncə artıq dəyişiklik olunmalıdır.
Siz necə eləyək dəyişikliyi? Brahim Diazı salaq oyna, yoxsa Mastantuno-nu salaq? Məncə David Alabanı çıxardaq oyundan. Çünki David Alaba, yəni arxa dörtlü mən bilən hamısı sarıdır. Eder Militao, Arnolddan başqa hamısı sarıdır. Ona görə Ferland Mendy'ni oynasaqlam. Rudiger qalsın. Rodrigo'nu belə eləyirik. Arda'nın yerinə Rodrigo yerinə də Brahim Diaz salıram. Beləliklə möhtəşəm olacaq. İndi Trent Arnold sıx rəqibi və Arnold. Qəşəysən Arnold, Trent Arnold. Oturma Rodrigo topuq səhv etdi. Kontrol gələnmədi Rodrigo'dan. Yəni ötürmə əslində orada olmamalıydı, amma mənim səhvim idi o. İndi Rudiger, Yamalı nətər buraxırsan Rudiger. İndi içərilən top Eder Militao, qəşəysən. Rudiger uzaqlaşdırmağa bacardı. İndi top Kylian Mbappe'de değil, Christian Şen'dedir. Mbappe bıraktı Vinicius, bomboştu müdafiə, bomboştu arka Vinicius. Son anda Şezni. Ay. Burada Christian sıxdı. Mən də birbaşa vurdum amma Şezni. Bu da save idi belə. Şezni. Federico Valverde. Pas Vinicius. Bıraktı Vinicius Brahim Diaz çəkənmədi topu. Rudiger ötürmə Ardan müdafiə blok elədilər. İndi Rudiger endirdi Arda'ya doğru. Arda topu götürdü. Yaxşı götürmədi. İndi Brahim Diaz'a top. O bıraktı. Arda götür. Arda qaç onu götür. Arda çatanmadı amma zaten Pedri out'a getdi. Arda Trent səhv oynadılar burada. İndi gəldilər. Rudiger nə olur olsun ya onu. Bıraxma Thibaut Courtois. Yaxşı ki vuranmadı Dani Olmo. Ferland Mendy nə ağarırsan sən? Bir dəqiqə Trent'də boşluq verdi. İndi Rafinha amma bunu qaçırtmaz ki Brad. Amma Thibaut Courtois dedi ki Rafinha varsa mən də varam. Lasan Thibaut. İlin son El Clasico'sunda nələr olur? İndi Ferland Mendy möhtəşəm keçdi Rashford'u. Ötürməsi Jude Bellingham. Tək toxunuş Vinicius keçənmədi. Rəqibi Alejandro Baldini yox Kundeni. Fernand Torres ötürmə Rashford sıxıran Ferland Mendy'nin sıxması nəticəsində topu götürür indi Brahim Diaz. Thibaut Courtois birbaşa vurdu topu və outdadı top. Artıq dilim dodağıma qarşı. Yəni yeni ilin günü, yəni son gün 2025'in son günündə yəni adamın dili dodağına qarşı. Yəni bax görürsünüz indi də oldu elə. Adamın dili dodağına qarışar. Ay bля, bırakmayın. Qəşəysə Brahim Diaz, Lasan Brahim. Bir dənə bitir daha ki qəşəng. Uzatmalara gedirik. Artıq 33 dəqiqə oldu ya bırak video. Çox uzun oldu. Mən bu qədər uzun olacağını düşünmürdüm. Uzatmalara gedirik inşallah. Kylian Mbappe ötürmə Brahim Diaz. Ondan pas Vinicius qəhrəman oyunun qəhrəmanıdır o. Vinicius pası Brahim Diaz vuranmadı Diaz. Kasoy. Jude Bellingham. Ferland Mendy nağarsan Mendy. Yumruya basıram, X'a basır. Jude Bellingham endirdi topu Vinicius Kunde'ni kesmeye çalışacaq indi Vinicius Junior Vinicius 3-cü golda mən vuracam deyir. Hat-trick eləyəcəm deyir. Vinicius Şezni. Topu tutmağı bacardı Şezni.
İndi Lamine Yamal'a doğru ötürmə. Jude Bellingham Yamal'ı yemeye çalıştı, olmadı. İndi Rudiger çox da bırakmayın Yamal'ın üstüne. Rudiger qəşəngsən Rudiger. Sən amma kornerdən vura bilərlər. Kornerdən güclüdür. Barsa kornerdən güclüdür. Pedri içərilədi. Eder Militao uzaqlaşdır bunu. Eder Militao qəşəngsən. Qaydan top Ferran Torres'də qalır. Torres! Bayrağı. Yaxşı ki bayrağı. Uzatmaların 9-cu dəqiqəsindəyik. Önce Thibaut Courtois. Ötürmə Eder Militao. Ondan pas Trent'e doğru. Trent uçmuştu qabağa. İndi səhv olmasın. Burada səhvə yol verməyən Rashford burada offside değil miydi? Neyse oynayın. Uzaqlaşdır Ferland Mendy. Əla. İndi hatta kontrazaqa çıxırıq. Jude Bellingham ötürmə səhv idi. Amma indi Vinicius'a doğru ötürmə keçərlidir bu ötürmə. Vinicius necə aldattı sən rəqibi. Zərbə. Solda şeydi. Mbappe. Oy. Bu ne goluydu. Oy. Mbappe. Çok sözün əsl mənasında mükemmel bir goluydu. Yani organizasyon goluydu. Bak Vinicius vurdu şezini son anda Mbappe tullandı, biraz akrobatika vurun dedi. Yani orada akrobatika vurmağa mecbur idi. Çünkü arkadan rəqibi gələ bilərdi. Yani top biraz yuxarıdan idi. Ya kəllə vurmalıydı ya da belə bir şey etməliydi. O da belə bir şey etməyə qərarını aldı. Vinicius əsl qəhrəmansan sən. Yani pis mənada düşünün. Əsl oyunun qəhrəmanısan, oyunun adamısan. İndi Eder Militao sıx rəqibi. Brahim Diaz son dəqiqələrdə qolayım bıraxmayaq. Sən Allah son dəqiqələrdə bıraxmayaq. Heç sən son dəqiqələrində bıraxmayaq. Gəldi Lamine Yamal, içərilədilər. Zərbə Courtois. Rudiger ötürmə, haydi. Uzaqlaşdıraq topu Jude Bellingham və ilk hissə bitdi. Uzatmaların ilk hissəsi bitdi. 3-2 üstünlük comeback atdıq biz. Biz comeback atdıq Barcelona'ya qarşı. Barcelona başarmır Real'la. Qəşəng. Barcelona həqiqətən başarmır Real'la. Rashford, Dani Olmo, arka ötürmə Ferran Torres. İndi Brahim Diaz sıx rəqibi. Qarşında Lamine Yamal var. Brahim, qəşəngsən Brahim Diaz yaxşı oldun amma yaxşıcadan da itirdi. Allah'ım Courtois. Thibaut Courtois. Bu nə refleks. Mən şey dedim ki goldu. Lakin Courtois həyatdakı kimi, yəni Manchester City oyununda biraz diqqət verirsəniz, yəni Manchester City düzdür. Utdu Real Madrid'i, qalib gəldi komandamıza qarşı. Lakin yəni Courtois'un efsane sevgiləri var idi. Pedri kornerdən ötürmə, indi topu uzaqlaşdırmaq lazımdır. Alasan Rudiger. Top getdi çatdı Pedri'yə. Pedri. Qəşəngsən Arnold. Eder Militao uzaqlaşdır topu. İndi Vinicius'a doğru gələn ötürmədi bu. Vinicius topu qapdı. Vinicius aydı deparat. Çatanmadı. Paul Kubarsi daha yaxın idi topa. Kylian Mbappe burada rəqibini indirdi. İndi Lamine Yamal, Rashford ötürməli, tək toxunuş Pedri. Jude Bellingham sürüşdü. Olmadı. Bir dənə bitir hakim daha. Bir dənə bitsin bu oyun. Jude Bellingham yok. Qəşəngsiniz müdafiə. Blok möhtəşəm. Eder Militao. Qəşəng çıxardaq topu. Brahimin çox da bir şey etkisi olmadı. Yəni mən görmədim Brahimi. İndi cərmə meydançasına doğru gələn top Ferland Mendy uzaqlaşdırırıq. Uzaqlaşdıraq Federico Valverde. Uzaqlaşdıraq uşaqlar. Jules Koundé. Lamine Yamal. Jude Bellingham var yine karşısında. Bellingham Yamal'ı yine durduramadık. İndi Rashford son anda müdafiəmiz. Hatta Brahim Diaz idi o. Diaz'ı biraz pislədi. Yəni Thibaut Courtois'a çatamayacaqdı. O da kəlləsiyle topu kurtarmağı bacardı. İndi Vinicius
Keçi Vinicius, keçdi Vinicius. Vinicius depar. Fənd ama Christiansen var idi orada. Christiansen qarşısına almağı bacardı indi. Ferland Mendy, qəşəngsən Mendy qəşəng deyilsən. Yəni son dəqiqə yəni artırma yoxdur. Ona görə bu hərəkət əslində yaxşı hərəkət idi. Lakin hakim oyunu bitirmədi. Brahim Diaz. Və bitti bu oyun. 2025'in son El Clasico oyunu bitti. 3-2 Real Madrid. Yani biz Barcelona'lı comeback atarak galip geldi. Muazzam bir oyunuydu. Yani Rafinha'nın golları, yani Vinicius'un golları sözün əsl mənasında möhtəşəm bir oyunuydu. Gəlin o zaman baxaq görək oyunun əsas adamı kim idi? Əlbəttə ki Vinicius Junior, bro. Vinicius yani 2 gol vurdu. Yani 3. golun çok büyük katkısı vardı. Yani Mbappe'de muazzam akrobatika bir zərbə vurdu. Yani bu zərbəni her adam vura bilməz. Yani o stresdə yani kəllə ilə vursaydı, yani məntiqən fikirləşəndə o epizodu təkrar edərək yadımıza salaq. O epizodda hansısa bir məsələn futbolçu olsaydı, məsələn Erling Braut Haaland olsaydı, yəni çatardı, onu vurardı bir tər, boyu hündürdü onu. Lakin məntiqən baxanda onu kəllə ilə o cür vurma, top bayrağa gedə bilərdi və yaxud da dirəyə dəyib qalxıb uçub gedə bilərdi top. Lakin Mbappe tullandı, volley stili bir akrobatika zərbə vurdu və komandanın 3-cü golunu vurdu. Məncə də möhtəşəm bir hərəkət idi. O zaman uşaqlar son danışığımı dedim. Sağ olun dostlar. Özünüzə yaxşı baxın. 2025'in son videosu buydu. 41 dəqiqəlik bir video oldu. Hətta 42-ci dəqiqəyə giririk. Sizdən 2025-ci ilin son videosunda tək bir istəyim var uşaqlar. Xahiş edirəm. Videoya like atıp kanalıma da abunə olmağı unutmayın ki biz də 2026'da 1000 abunəçi məqsədimizə çataq. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın. 7 ildə sizə uğurlar arzulayıram. Arzulayıram ki hər bir məqsədinizə nail olarsınız. Sağ olun, salamat qalın.